Sən indi bu sakit torpağın üzərində yeriyirsən, amma bir vaxtlar o, azğın bir div kimi coşurdu. Yer üzü yaradılarkən, əzəmətli dalğaların arasında boğulurdu. Sular elə təlatümdə idi ki, sanki hər şeyi məhv edəcəkdi. İmam Əli əleyhissalam təsvir edir ki, Allah yeri o coşqun suların içinə batırdı. Yer ağırlaşdı və suyun dikbaşlığını sındırdı. Allah böyük və uca dağları yerin çiyinlərinə bir mismar kimi sancdı. Məhz o dağlar sayəsində yer silkələnmədən xilas oldu və sənin üçün etibarlı bir evə çevrildi. Allah havanı canlıların nəfəs alması üçün təmizlədi. Yolları açdı. Quru çöllərə can vermək üçün buludları göndərdi. Bir düşün, okeanların o qədər suyu yerin bir əmri ilə sakitləşdi. Dağlar yerin lövbəri oldu. Sənin bu dünyada sabit qala bilməyin üçün kainatın bütün qüvvələri ram edildi. Bəs sən bu qədər neymətin qarşısında Yaradana ram olmağa hazırsanmı?